Subhanallah. Allahın bağışlama məsələsi, xüsusən də Muhammed ümmətinə, sallallahu aleyhi ve sellem ümmətinə böyük bir lütfdür Allahdan. Bu elə bir lütfdür ki, bunu bizdən öncəki ümmətlərə Allah verməmişdir. Bizdən öncəki ümmətlərin əhvallarından sizə danışacağım, məhtər qalacaq, subhanallah. Düşünün ki, bizdən öncəki ümmətlər günah edərkən, axşamlar evlərinə qaydarkən, həmin o günahı qapıların ağzından yazılı görürdülər. Subhanallah. Səhər evindən çıxırdı, bir günah eləyirdi. Akşam evinə qaydanda görürdü ki, o günah qapının ağzında yazılıb. La ilahe illallah. Gedən oxuyur, gələn oxuyur. Fikir verirsiniz, subhanallah. Uquba idi olan üçün, Allahdan. Amma bu ümmət üçün Allah subhanahu teala nə edir? Keçir hamısını günahlar, bağışlayır. Və qiyamət günü də Allah o qulu çağıracaq. Subhanallah. Deyəcək ki, ey qulum, filan vaxtı filan günah etmişdin, xatırlayırsan mı? O lent kimi gözün qabağına gələcək. Deyəcək, bəli, ey Rəbbim, xatırlayıram. Deyəcək ki, o dəfə, yəni dünyada olarkən, sənin üçün o günahı örtdüm, bastırdım. Və bugün də sənin üçün örtürəm o günahı. Allahu akbar. Allahu akbar. Rəbb nə qədər əzəmətlidir. Rabbun yu'bəd, subhanahu wa ta'ala. O Rəbb ancaq ibadət olunacaqdır. Subhanahu wa ta'ala.